Hə, köhnələr. Deyirəm ki, mənim heç şübhəm yoxdur ki, indi nədən ki mən danışacağam, sizin bu barədə çox yaxşı məlumatınız var, xəbəriniz var. Amma eyni zamanda təəssüflər ki, mən əminəm yeni nəsil arasında bu barədə məlumatı olanlar azdır. Mən də indi öz tərəfimdən istəyirəm çalışım, nəysə bir öz elədiyimi eləyim ki, biraz yeni nesli bu barədə maarifləndirim. Söhbət bizim ölməz, dünya şöhrətli bəstəkarımız Üzeyir bəy Hacıbəyev haqqında gedir. Həmçinin onun ölməz bəstədiyi musiqili komediya, operetta Arşın Mal Alan haqqında. Həmən musiqili komediya 1913-cü ildə bəst olunub və çox bir qısa zamanda hamı tərəfdən çox sevilib. Dünyada çox yerdə məşhur olub, həmən o musiqili komediyanın səsi, surağı lap uzaqlara gedib çıxıb. Ondan sonra 1945-ci ildə bizim o zamanın tanınmış kinorejissorlarımızın zəhməti nəticəsində Rıza Taxmasiv və Nikolay Leşinka. Onların zəhməti nəticəsində kinematoqrafda öz əksini tapıb və bizim xalqımız çox sevimli, populyar Arşın Mal Alan bədii filmi ilə tanış olub. İndi isə bir dənə də bir məsələ danışacağım sizə o barədə. Sözsüz ki, yəni o zaman TriStar Pictures yox idi, Hollywood yox idi, Columbia Pictures yox idi və bizim yerli kinolar da özünə görə bir brendə çönürdülər. Yəni onların məsələn elə adları, yəni ki, bu Arşın Mal Alan ad o zaman bir brendə çevrilmişdi. Hələ o ərəfədə, yəni dəqiq deyə bilmərəm, məncə bu təxminən artıq olar 50-ci illərin əvvəllərində, 50-60-da. Bu arxa tərəfdə gördüyümüz yerdə tekstil dükanı açılmışdı. Dükanın da adı elə idi. Arşın Mal Alan. Çox populyar dükan idi o vaxtı. Yəni bizim ağbirçəklərimiz bilər onu, yadımızdadır da. Yəni gələrdilər burada müəyyən bir parçalar alardılar ki, aparsınlar, versinlər o vaxtın xod gedən dərzilərinə ki, bunlar üçün paltar tiksinlər. Həmçün mən sizə deyim ki, o vaxtlar məsələn Gülməhmər çox populyar olub. Mənim yadımdadır, mənim nənəm o Gülməhmər parçası üçün sinema gedərdi də. Hələ o ərəfədə həmən bu dükanda bir müdür olub. Adını deməyəcəm. Neysə, cavanlıq olub, yeyiblər, içiblər. Kassanın pullarını xərcləyiblər. Bir zaman da məlum olub ki, yoxlama gəlir. Şaxsi, başa düşdünüz də. Neysə, o zaman yığışıblar bütün qohumlar. Özdə onu da sizə deyim ki, yəni həmən o müdür Bakı əhlindən olub. Hərdən deyirlər ki, Bakılılar bir-birlərini tutmur. Mən bu dəqiqə sizə danışdığım məsələ birbaşa elə ona qarşı gəlir. Yəni lazım olanda tuturlar. Neysə, qohum qardaş yığışıb, o pulları yığıblar, veriblər və qoymayıblar ki, həmən bax o dükan müdiri o zaman vışqa olsun. Çünki o zamanlar bu cürünə, yəni cinayətlərin bir dənə cəzası var idi, o da ölüm idi. Yəni bu 88-ci maddə gedirdi. Səhv eləmirəmsə prim 1, prim 2 indi bilənlər konkret nədir o yazsınlar. Sonra gedək biraz da irəli, gələk indi bizim nəsil tərəfə. Bizim nəsil buranı necə tanıyır? Bizim vaxtımızda burada Portofino adlı bir fast food yeri açılmışdı və o zamanın gəncləri tərəfindən çox sevilirdi. Yəni bura gedirdilər, gəlirdilər, kofe içirdilər, nə bilim, svixalara gəlirdilər. Başa düşdünüz də, yəni kim kimi ilə görüşmək istəyirdi, qızlar, oğlanlar, cavanlar, tələbələr o vaxtı dəbdə idi. Yəni konkret olaraq Portofino'ya gəlmək. Səhv eləmirəmsə hələ həmin bu Portofino'nun da yiyəsi
rəhmətli Allah ona qəni-qəni rəhmət eləsin. O vaxtın iş adamı, biznesmeni Sabir Babayev idi. El arasında həm də ona Hacı Sabir deyirdilər. Sonra isə çox burada dəyişikliklər baş verdi. Bilmirəm indi kimdir buranın yiyəsi. Hələ dükanların biri açılır, biri bağlanır, biri açılır, biri bağlanır. Mən də dedim ki, hələ sizə bir məlumat verim bu barədə. Ki biləsiniz ki, keçmiş zamanlarda bax buralarda nə olub. Qəlbdən qəlbə bu qədər.